60 min kilometrdən bir və yaxud da ki 3 ildən bir. Antifrizi qardaş dəyişkinə. Yəni şəxsən mənə görə maşında ən vacib olan hissələri bura yığıb toplamışam. Biri 10 manatdır. Bunu mən yəni daim olaraq istifadə edirəm. Supremium qatqıları nə işə yarayır? Eger, zaslonka, farsunka, sən qardaşım, krışkanı açdın, tam çıxartdın. Buradan belə sıxırsan. Ən birinci mühərrik ən bahalı hissədir, düzdür. Ona görə yaxşı yağdan istifadə eləməliyik, yaxşı filtrdən istifadə eləməliyik. İkinci ABS idi ki, ən bahalı odur. Üçüncü də mənə görə yolda qalmamağın səbəbi hibriddir, antifrizdir. Çoxdan gözlənilən an gəldi çatdı. Özüm şəxsən istifadə elədiyim məhsulların hər birinin onlayn satışı olacaq ki, Evrolub yağından ki, hal-hazırda da gördüyünüz kimi, elə bu maşında da bu görürsən, Cleantech DXS 530 özüm də istifadə edirəm. Almaniyada həm istehsal olunur, həm də Almaniyadan gəlir. Mühərrikin yağını dəyişiriksə, yanında filtrlərini də dəyişirik. 100 manatdan artıq kim sifariş versə, ödənişsizdir. Amerikadan gələn şamlardır, satılma üçün 070 790 92 benzin vurub bunu tökürsünüzsə maşına, olur nə? Qırğın.